görüşlerine. Her gönülde bir bahar, gelsin dostlar tanışlar. Akşam görüşleri. Akşam görüşleri. Gelsinler eli kuşlar akşam görüşlerine. Gelsinler eli kuşlar akşam görüşlerine. Akşam görüşlerine. Mikrofon önünde verilişin müellifi Rafail Hüseynov. Akşamınız xeyir hörmətli dinləyicilər. Bugünkü verilişimizi hüquqşünas alim, şeir, sənət sevdalısı Simran Həsənova həsr edirik. Həyat onu hüquqşünas etdi və yaxşısından etdi. Əslində isə ədəbiyyatçı ola bilərdi, ya ömrünü musiqi ilə bağlayardı və Allah ondan istedad payını əsirgəmədiyindən sonra hüquqşünaslıqda parlayan keyfiyyətləri elə şeirdə, elə şairlikdə, ya müğəndilikdə, yaxud çalğıçılıqda da üzə çıxa bilərdi. Ancaq qismət beləymiş və onu sabahın ədəbiyyatşünası görməyi arzulayan məktəb müəllimi şair Musa Yaqub hər halda taleyin başqa cür deyil, məhz bu cür gərdişindən razı idi. Sevinirdi ki, onun həmkəndlisi, bütün əsil nəsəbinə bələd olduğu sevimli şagirdi Simran, Azərbaycanın ən seçmə alimləri sırasında yer tuta bilib, özünü həyatda təsdiqləyib. Dünyanın hər üzünü görmüş Musa Yaqub bundan da agah idi ki, yetirməsi Simranın ürəyində şeirin qığılcımı varsa, bu elə bəsdir. Çünki o qığılcım daha heç vaxt sönən deyildi. İsmaillinin Buynuz kəndindəki, indi çox uzaqlarda qalmış 1960-cı illərdə, qarlı qış səhərlərində kəndin hələ ləpir düşməmiş cığırlarından keçərək dərsə gedərdilər. Musa Yaqublu hər dərs onlar üçün bir nağıl kimi ötərdi. O vaxtlar Simran üçün dünyanın ən gözəl şairi də Musa Yaqub idi, Azərbaycanın ən məftun edici şeirləri də məhz onunkuydu. Ancaq böyüdükcə əlbəttə ki, dünyada yaxşı şairlərin də, gözəl şeirlərin də az olmadığını gördü. Ancaq ilk sevgidir, onu ürəkdən heç vəclə çıxarmaq mümkün deyil. Ustadına heyrət və heyranlığı da illər boyu Simranla birgə böyüdü. Bu dünyanın qara daşı göyərməz. Bu, Musa Yaqubun məşhur şeirinin misrasıdır ki, o şeirə Azərbaycanda bir bölük şair cavablar yazıb və günlərin birində Simran da həmin ustad qoşqusuna öz cavabını yazdı. Gör nə vaxtdır yuva salıb içimdə, ilk məhəbbət bir qara daş biçimdə, bəlkə elə göyərdi ilk eşqim də, bu dünyanın qara daşı göyərsə. Simran o yerlərdə doğulub böyüyüb ki, orada həyatla təbiətin sərhədi yoxdur. Meşəbəyi atasının həyəti birbaşa elə meşəyə qarışıb. Bu isə lap başlanğıcdan Simranı da təbiətin bir parçasına döndərib. Təbiətə bütün varlığı ilə qovuşanasa, bir qaya parçası da, bir kol da, bir çiçək də, bir budaq da, qaya, kol, çiçək, budaq kimi yox, elə qurulu şeir kimi gəlir. Göz açıb gördüyü dağlar da ona şeir kimi gəlməsəydi, Simran heç bu dağlar qoşqusunu yaza bilərdimi? Sal qayalar bir-birinə yaraşıq, duruşundan dağ vüqarı almışıq. Zirvələrə, yoxuşlara qalxmışıq, suyun içib, balın yeyib dağların.
Simranın şairlik təxəllüsü Ormanoğludur. Həqiqətdir əlbəttə ki, ormançının, meşəçinin oğludur. Amma həm də bu təxəllüs Simrana biraz dar gələn kimidir. Ona indi ormançı oğlundan daha artıq elə orman oğlu təxəllüsü yaraşır. Meşələrin oğlu, dağların oğlu, təbiətin balası. Bu axşam həm söhbətimiz hüquq elmləri doktoru, şair, müğənni Simran Həsənovdur. Simran müəllim, bu söhbəti əslində mən gərək elə təxminən 50 il bundan əvvəl eləyirdim. Biz dayanaydıq mikrofon qabağında. Çünki bu arxada qalan 10 illər boyu biz ən müxtəlif məclislərdə, yollarda, evdə, ən fərqli şəraitlərdə dönə-dönə həyatın bütün mətləblərindən danışmışıq. Amma ilk dəfədir ki, mikrofon qarşısında dayanmışıq. Baxmayaraq ki, mikrofon qarşısında dayanmaq, kamera qarşısında dayanmaq sizin üçün də qeyri-adi bir şey deyil. Sizin də bu televiziya ilə, radio ilə bağlılığınız çox olub. Amma ilk dəfədir ki, bu baş verir, amma gərək baş versin də hadisə günlərin birində. İndi mən sizə Simran yox, Simran müəllim deyə müraciət edirəm. Sən yox, siz deyə müraciət edirəm. Amma əslində gərək müraciət edəndə elə müəllimsiz Simran deyəydim. Siz yox, sən deyəydim. Çünki bu 50 illiyin arxasında dayanan o yaxınlıq, doğmalıq ki var, onu vadar edir. Amma bu efirin də öz qaydaları, şərtləri var. Amma efirin qaydaların, şərtlərini düşünən. Çünki bir nəfər verilişin ortasından başladı qulaq asmağa. Nə biləcək ki, mən bu adamı 50 ildir tanıyıram, 40 ildir tanıyıram, 30. Deyəcək, buna bax, çağırıb 30 lirib orada hüquq elmləri doktorun. Bununla danışıram, ona sənlə müraciət edir. Bu özün biraz yuxarıdır. Amma digər tərəfdən onu da fikirləşirəm ki, baxıram bu 19-cu yüzilin bu kübar həyatına. Görürəm ki, uşaq da, gənc də, lap elə artıq oturuşmuş yaşı olan bir insan da valideyni ilə danışır, siz deyə müraciət edir. Yəni, indi o bir məsələnin o birisi tərəfi var da. İndi Simran mənim nəzərimdə nə qədər yüksək olsa da Allahdan yüksək deyil ki. Və nəzərə alsaq ki, siz həm də bu Qafqaz müsəlmanları idarəsi ilə bağlısınız. Mən o Allahdan yuxarı deyil deyəndə gərək bir növzən billah da deyədim əvvəlində. Yaxud ata-ananın özü nə qədər sən ucada tutursan tut, Allahdan yuxarı deyil ki. Amma Allahla biz söhbət eləyəndə, Allaha müraciət eləyəndə onunla sənlə danışırıq. Burada odur ki, bu sərhədlərin qoyulması çətindir, amma hər halda sizlə demək daha can rahatlığıdır ki, sonra əmma qoyan da az olmaz. Əsas odur ki, o səmimiyyət içəridə olsun. Və indi mən tarixçəsini danışdım da nə qədər müddətdir və bu siz də Azərbaycanın gözəl bir güşəsində dünyaya gəlmisiniz. Və bilmirəm, indi elə o uşaqlıqdan elə həmin həyətdə ki, mən görmüşəm orada, bəli də o dağa söykənmiş bir həyətdir. Və o Canalı dağına söykənmiş o həyət ki var, əslində sadəcə həyət deyil. İndi bilmirəm, atanız o rəhmətlik Seyfəddin kişi meşəbəyi olmağından istifadə edib, yaxud da onda meşəbəyi deyilmiş, elə kimin adam az imiş, elə kətdə, elə kim haranı bacardısa seçilmiş. Çünki o sadəcə həyət deyirdi, artıq qarışır meşəyə. Olur meşənin tərkib hissəsi təbii. Elə bir ki, məsələn, tutalım ki, sən bir gedib dənizin qırağında bir bağı düzəltmirsən özü. Bağ artıq qarışıb, yarısı bunun artıq dənizdir. Sən dənizə sadəcə girmirsən, elə həyətin içərisində də dəniz olub sən həyatın bir parçası. O Canalı dağının meşələklərinin bir hissəsi də sizin elə həyatınızın bir parçası olub uşaqlıqdan. Və o dağların əhatəsində böyüyəndə, o dağların havasını udanda insan ayrı bir mühitin içərisində olur, ayrı bir ab-ı havanın içərisində olur. Bu ab-ı havanı deyəndə mən yalnız ab və havanın özünü nəzərdə tutmuram. O mühit, o aura anlamında bunu işlədirəm. Və sizin bir başqa nöqteyi nəzərdən də bəxtiniz gətirib, bu balaca bir kənddir. Ancaq o kəndin insanları hamısı o kəndin özü kimi, meşəsi kimi, suyu kimi, havası kimi saf adamlardılar. Biraz sadə deyil, biraz belə sadəlöv, amma həm də çox müdrik adamlardılar, saf adamlardılar. Mən çox adamlar orada illər boyu görmüşəm, yaxın olmuşam və bunu hiss eləmişəm. Amma digər tərəfdən də o kəndin həm də dəlisi də var, ağıllısı da var, hər cür adamı var. Həm də o kəndin bir böyük şairi də vardı axı. Musa Yaqubu vardı o kəndin. Üzüyümü
başı Firuze'dendi. Könlüm açılmayır bugün nedendi. Yaman günde dost elinden berk yapış. Dünyanın hevesi keçip gidendir. Dünyanın hevesi ay keçip gidendir. Musa Yağıb olmasının sayesinde o kent asta merkezleşmişti. Çünkü Azerbaycan'ın görkemli şairlerinin, ediplerinin, sanat adamlarının ekseriyetinin yolu herrenirdi, fırlanırdı, mütlak gelip o buynuzdan geçirdi. Ve buynuz kendini de dünyanın en uca mertebelerinden biri hesap edirdi. Yalnız yerleşmesine göre yok, mahiyetine göre de. Rahmetli Musa Müəllim derdi ki, buynuz harda olur? Buynuz olur başta. Buynuz başta olursa demek buynuz da çok, ama o buynuzu buynuz eleyen hem de onun içerisindeki o başıydı. O yüreğiydi ki Musa Yağıb taşıyırdı ve özde çok konakperver adam, süfrəsi həmişə açık adam ve hem de meclis kurucu bir adam. Ona göre de o şair yazıcılar da Qəbəliyə gidenin de yol oradan geçirdi, Qaxa gidenin de yol oradan geçirdi. Yaxud öyle Bakıya, Sumqayıda gitmeyi isteyen de bir de gördü ki azıp gelip artık buynuzdadır. Ve bir belə mühitin içerisinde siz göz açıp bunu görmüşsünüz. Ve sizin ailenin özü de ayrı bir mühit idi. Atanız rahmetlik Seyfəddin kişi de dünya görmüş bir adam idi. Özünə məxsus təbiəti olan, ruhu olan, özünə məxsus dili olan, o dilin içerisinde el sözünün, el hikmətinin şirinliğini daşıyan bir adam idi. Ananız Bahar xala rəhmətlik çox sadə olmayan bir insan idi. Yani sadeden sade bir adi bir Azərbaycan rayonunun, Azərbaycan kəndinin bir qadını idi. Amma Azərbaycan kəndinin, Azərbaycan şəhərinin, tek Azərbaycan kəndinin şəhərində yox, dünyanın elə bir əyalətdə yaşayan %90 kadından xas olmayan çok üstün keyfiyyətlər vardı onda. Müdriklik, iti sözlülük, duzluluq, müşahidəcilik. Ve bunları ona göre ben sadalayıram ki, böyüyəndə adamın simran olabilmesi için gerek onun bir temel olsun, bir növrəsi olsun. Size Allah bu bəxti vermişti ki, bu temel vardı, ailenin içerisinde vardı. İçerisinde olduğunuz mühitte vardı. Sonra geldiniz Bakıda okudunuz üniversitede. Etrafınızdaki müəllimləriniz, mühitiniz, oturduğunuz, durduğunuz insanlar nihayet geldi size elədi simran. İndi bugün gelip simran olmuş, elmlər doktor olmuş, Azerbaycan hukuk ilminde ve Azerbaycan hukuk gerçekliğinde imzası olan bir insan kimi, hukuk marifçiliğinde sadece imzası yok, hizmetler olan bir insan kimi. Çünkü ben bilirim ki bir kuruluş gitti, ayrı bir kuruluş geldi. Yeni bir içtimai sistem, yeni siyasi ve iktisadi hukuki düşünce formulaşır. Bu mühit içerisinde insanların hukuki cahillikten kurtarıp hukuki biraz hiç olmasa məlumatlılığa çatabilmək için ciddi ihtiyacı vardı. Kitap yok idi, vesayet yok idi. Kitabın, vesayetin ortaya çıkması da çətin. 90-cı illərin əvvəllərində nəşriyyat işi də çox çöküş vəziyyətindəydi. Kağız da gelmirdi, avadanlıqlar da köhnəlmişdi, idarə eləmək də çətindi. Yəni problemlər çox idi və dövr dəyişəndə, siyasətlər dəyişəndə, quruluş dəyişəndə bunun ən ciddi zərbələrindən biri mənəvi sferaya dəyir, elm geriləməyə başlayır, təhsil geriləməyə başlayır, mədəniyyət geriləməyə, yəni çökmür o mədəniyyət. Varlığında var, amma əvvəlki onun belə cahcəlalı olmur. Ona göre o çok itirirler. Odur ki iktisadiyet sonra yükselebilir, kent təsərrüfatı yükselebilir kısa zamandan sonra. Təzə texnologiyalara yiyələnir, qalxır birdən-birə. Amma mədəniyyət, təhsil, elm çox ciddi fəsadlara uğrayır. Necə ki, məsələn, biz şahidiyik ki, bu post-sovet məkanında da, post-sosialist məkanında da o çöküşün əlamətləri bugünəcən ədəbiyyatda, mədəniyyətdə, elmdə öz mənfi təsiri hələ də özünə gələ bilmir. Hələ də o lazım olan səviyyəyə qalxa bilmir. Odur ki, o çətin dövrün içərisində siz o
o hüquq maarifçiliyi ilə məşğul oluruz, o kitablar nəşr elətdirirdiniz. Bunların hüquqşünaslara da, sadə insanlara da çox böyük faydası vardı. Yəni, ömrünüz boyu çalışmışsınız ki, faydalı iş görəsiniz, amma ədəbiyyat da, musiqi də, sənət də gözünüzü açandan sizlə bir yerdə olub, onunla yanaşı böyümüsünüz və ona görə də onlardan da yan keçə bilməzsiniz. Ona görə mən bu günləri həm ədəbiyyatçı, həm mədəniyyətçi, həm musiqiçi deyəndə də ki, səsiniz həmişə yanınızda, musiqi alətlərində də çalmışsınız, oxumusunuz da, çalmışsınız da, şeirlər də yazmışsınız və həyatınız həm də bu dəyərlərlə bəzənib. İnsanlar və bunlar üst-üstə gələndə adam xoşbəxt olur. Ona görə deyirəm ki, hamı insan kimi, hər kəs kimi Simranın da dərdi ola bilər, qayğısı ola bilər, ömrünün hansısa anında dilxor ola bilər, olmasın. Çünki həyat hətta sabah saat konkret filan dəqiqə, filan saniyədə bitərsə, arxaya baxanda adam arxayında ki, bu qədər dolu bir ömrü Allah mənə bağışlamışdı. Mən demək, nə Allahdan, nə dünyadan narazı olmağa mənim ixtiyarım yoxdur. Ona görə də razı olduğun bu dünya haqqında gərək həmişə də məhəbbətlə danışasan və mən də bugün Simran müəllimi dəvət eləmişəm ki, öz keçdiyi yoldan onu gətirib bugünün Simranı eləyən dəyərlərdən və insanlardan bəhs eləsin. Çox sağ olun Rəfail müəllim. Siz bütün bu giriş eləyəndə mənim yadıma bir lətifə düşdü. Futbol oyunu gedir, aparıcı, yəni kommentator deyirik də biz də. Danışır böyük sürətlə, apardılar, vurdular, hücuma keçdi, sağ kənar sonra. Futbolçulardan ikisi yaxınlaşır, deyir ki, ay hörmətli diktor, yaxşıdır, çox sağ olun, amma biz elə oynaya bilmirik, çatdıra bilmirik biz sizinlə, biraz onu xahiş edirik. Elə eləyin ki, o sizin dediyiniz ritmə uyğun gələr. İndi sizin bu cür təqdimatınızdan sonra üstəgəl bu mikrofon da bütün hallarda məsuliyyətdir. Şu bu sözün məsuliyyətidir. Yəni bunun qarşısında durub nəsə deyirsənsə, özü də axşam görüşləri verilişində cəsarət eləyib nəsə danışırsansa, gərək o sözün çəkisini, qiymətini, dəyərini gözləyəsən. Bulud gələr kiskin, kilər çən eylər. Yar yardan ayrılsa, üstə qəm eylər. Sevgilimdən necə qalım aralı. Bir baxışla dərdə yüz məlhəm eylər. Bir baxışla dərdə yüz məlhəm eylər. Mikrofon vahiməsi demişkən yadıma bir əhvalat düşür. Mən təxminən 5-də zadda oxuyurdum belə, məktəbdə oxuyuram. Bu televiziyada veriliş gedir, canlı idi hamısı. İki nəhəng adam dayanıb mikrofonun qarşısında, kameranın qarşısında. O vaxtda televiziya elədi ki, buna hamı baxır da. İndi Mehdi Məmmədovdur, aparıcı. Qonağı da bunun Rıza Təhmasibdir. Rıza Təhmasib də nəhəng aktyor, rejissor, həm də ki, İncəsənət İnstitutunda dərs deyir. Mehdi Məmmədov nəhəng aktyor, rejissor, həm də dərs deyir, professor, alim falan. İndi Mehdi daha arxayındır, verilişin aparıcısıdır daimi. İndi bu da televiziyada hələ həyata təzə girib bax hələ. 60-cı illərin söhbətidir də bu. Bu danışdı, indi bu ən axırda indi təşəkkür edir də cəmaata xudafizləşmək istəyir. İndi demək istəyirdi ki, diqqətinizə görə minnətdaram. Rıza Təhmasib qayıtdı ki, minnətinizə görə diqqətdaram. O deyəndə ki, minnətinizə görə diqqətdaram, o özünə xas olan o əda ilə, səslə Mehdi Məmmədov tərəfdən dilləndi ki, diqqətinizə görə. Aydındır. İndi bu Buynuz kəndindəki mühit barədə siz çox, hətta mənim özümə də biraz təcrübli gəldi. Sizin neçə dəfə Buynuzda olmağınızı mən xatırlayıram, insanlarla ünsiyyətinizdə, amma o müddət ərzində bu qədər məlumat toplamaqla onu bu cür. Buna görə bəribaşdan təşəkkürümü bildirirəm. Yəqin ki, bizim kəndçilər də bu verilişə qulaq assalar, eynən siz öz təşəkkürlərini bildirəcəklər. Onunla da əlaqədar yadıma Lətifəyə bənzər bir şey düşdü. Deməli,
həm də buyunuzun sizin dediyinizə uyğun bir mühit olduğunu sübut eləmək üçün. Səhər tezdən bir dəfə rəhmətli İmran mənim qardaşımı tanıyırdınız da. O gəldi, gördüm ki biraz gec gəldi. Malı örüşə aparır. Örüşə o aparırdı adətən götürməyə. Gəldi, deyirəm ki, niyə belə gecikdin? Daha da atam soruşdu. Deyir ki, bir şair var, onunla rastlaşdım burada. Deyirəm ki, sən danışdığından mən dərhal bildim ki, söhbət Qabildən gedir. Eyni dərəcədə bizim kənd cəmaatı, mala ötürməyə gedən, domino oynamağa gedən, təsərrüfat işinə gedənlər bizim Buynuzun küçələrində Sabir Rüstəmxanlını, Siyavuş Məmmədzadəni, Tofiq Bayramı görə bilərdilər. Yəni bu baxımdan bizim kəndin həqiqətən də tay bərabəri yoxdur. Niyə görə? Çünki Musa müəllim nə qədər səmimi insan idi, nə qədər böyük şair idi, yazıcı idi. Ondan daha çox onun Napolyon deyirdi ki, məni dünya tarixində saxlayan mənim 40 parlaq qələbəm yox, mənim hazırladığım mülki məcəllə olacaq. Həqiqətən də sonra tarix göstərdi ki, məhz onun hazırladığı, yəni onun rəhbərliyi altında hazırlanan mülki məcəllə bütün Avropanın mülki qanunvericiliyinin əsaslarını təşkil elədi. Girdim yarın bağçasına, çiçəklər açmış. Musa müəllim böyük şair idi. Çox səmimi bir insan idi. Amma onun qonaqpərvərliyi ayrıca bir mövzudur. Ayrıca bir veriliş, siz onu təşkil edə bilərsiniz. Bu şairlər, yazıçılar da gəlirdilər, qalırdılar. Hətta mən xatırlayıram ki, deyim sizə ki, 2-ci, 3-cü sinifdə, sonra 4, 5, 6, 7, 8-ci siniflərdə Musa müəllim dərs deyib. 2-3-də ibtidai sinif kimi, sonra da ədəbiyyat Azərbaycan dili dərslənim. O dövrdə də televiziyada zapis deyək də, yazılar televizorda canlı gedirdi. Vremyadan sonra Musa müəllim çıxış edirdi. Ona görə məcbur olurdu ki, Buynuzdan gəlirdi Bakıya. İndi ertəsi gün bizim ədəbiyyat dərsimizdə bir də görə açıldı qapı, girdi Tofiq Bayram. Gəlib qonaq. Musa müəllim deyir ki, mən nahardan sonra gəlib çatdıracağam özümü. Sən get uşaqlarla söhbət elə. Yəni belə təsəvvürə gətirin ki, bu sadaladığım və indi yadıma veriliş bu yadıma düşən şəxsiyyətlərin adlarını deyəcəm. Rüstəm müəllim gəlib çıxmışdı bir dəfə, İbrahim Bəyov gənc vaxtlarımda. Bunların hamısı deməli bizim kəndin elə bilin ki, sakinləri kimi. Bu o mühit oradakı vəziyyəti deməli xarakterizə eləyir. Bax təsəvvürə gətirin ki, mən bir dəfə oturub hesablamışam əhalisinin sayına və ərazisinin ölçüsünə görə Buynuz kəndi ən çox şair yetirən kəndlərdən biridir. Hər 2 nəfərdən biri əlində qələm yazır, Əvəz Küskün, sonra Aslan Ağa kişi var, sonra Baba Vəziroğlu biz indi deyirik o düzdür Molla Əsalıdandır, amma uşaqlığı Buynuzda keçib, qocalığı da indi gəlib bizim kənddə yaşayır. Girdim yarın dəryasına, gəmim olmadı. Gənc yaşımda bir qız sevdim, mənim olmadı. Ah yar can hey, gənc yaşımda bir qız
qocalığı demədi, heç olmasa ahıllığı deyin. İndi o dünya Ümumdünya Səhiyyə Təşkilatı o qocalıq, ahıllıq, cavanlıq üzrə yaş dərəcələrində dəyişib. Keçmişdə məsələn gənc alimlər şurası olurdu, gənc alim verirdilər, gənc mütəxəssis verirdilər. Orada yaş həddi qoyulmuşdu 33. İndi qaldırıblar bunu 40-a. Bu kişi də artıq neçə illərdir ki, gəlib orada o buynuzda ev salıb yaşayır. Odur ki, adamları qocaltma. Baba Vəziroğlu'nun sizinlə və mənimlə olan münasibətlərinin xarakteri mənə imkan verir ki, onun inciməyəcəyinə verim nədir? Bu cür xətadan, mənim buraxdığım xətaya görə inciməz. Mənim də vəzifəm zəmanət məsələlərinin həll eləmək, sığortalanmaq, işlərin yerində qoymaqdır. Dediyim və sadaladığım, sadalamadığım yüzlərlə şairlər, müğənnilər bizim kəndə həmişə qonaq gəlirdilər. Musa müəllim də onları qarşılayırdı və ondan bizə də pay çatırdı. Şəxsən mənə, məsələn, bir dəfə bu maraqlı hadisədir. 2-ci Ələkbərzadə özü də İsmaildan idi də, Allah rəhmət eləsin. Çox unikal bir insan idi. Gözəl də qələmi var idi, çoxlu romanları zadı. O daha tez-tez bizim sinifə gəlirdi. Bir dəfə danışdı. Deyəsən Füzulidən danışırdı. Dəqiq yadımdadır, 8-ci sinifdə Füzulini biz keçiririk. Füzulinin bir qəzəllərindən birini də dedi, izah elədi. Sonra mənə qayıtdı ki, məni tanıyırdı, bilirdi, mən qarmon çalırdım. Mənə qayıtdı dedi ki, Simran, get təcili şeydən nədir, evdən qarmonu gətir. Mən də dedim, burada var, məktəbdə bizdə şeydə var, klubda. Gətir onu bura. Gətirdim, deməli, bizim üçün həmən o ədəbiyyat dərsində, sonra da Azərbaycan dil dərsi, fakulteti məşğələ, o gün bütün günü biz 2-ci Ələkbərzadəyə qulaq asdıq. Bir gözəl, deməli, ədəbiyyat dərsini o qədər rəngarəng, xüsusilə Füzulinin yaradıcılığı ilə ədəbi bədii bir gün oldu. Yəni, bütün bunlar bizim həmən o sizin dediyiniz buynuz kəndini xarakterizə eləyən, toyların demirəm, aşıqları demirəm ki, nə qədər Şirvan aşıqlarının böyük əksəriyyəti bütün yay sezonunda bizim kənddə olurdular. Görəm səhər seyrə çıxanlar mənim Elə ged yoluncu məsnam mənəm Şəkkər ailəblərindən yara bu səvər Şəkkər ailəblərindən yara bu səvər Dodak terpelenden dilinci versin neyle yaderdiram Dıgıma derdiram, dıgıma derdiram Qaldı bizim tanışlığımıza. Mən şəxsən sizi üzbəyüz nə vaxt görüb tanış olmağımın tarixini çox gözəl bilirəm. Səsinizi birinci dəfə eşitmişəm. Axşam görüşləri, mən elə bilirdim, o da axşam görüşləridir. Amma sən demə, sonradan sizinlə söhbət əsnasında məlum oldu ki, o axşam görüşlərinə preludiya olub, ondan bir 74-cü ildə. Və tanışdığımda o səslə əlaqədar olub. Bakı Dövlət Universitetində mən hüquq fakültəsinə imtahan verəndə siz gəldiniz, amma sizi mən tanımırdım. Yəni, zahiri bir fiziksel baxımdan tanımırdım ki, bu kimdir. Bir ağsaqqal kişi ilə gəlir. Mən də onda Musa müəllimin yaradıcılığını demək olar ki, əzbər bilirdim. 2 kitabı çıxmışdı, cəmi bir 70-ə yaxın şeiri var idi orada. Onların demək olar ki, hamısını əzbər bilirdim. Bunları deyirdim. Sizinlə gələn o ağsaqqal kişi, bu da dəqiq yadımdadır. Hər halda mənə ağsaqqal göründü ki, bunun ən azı bir 50-60 yaşı var. Bu soruşdu ki, Rəfail, bu kimin şey? Dəqiq xatırlayıram ki, səsiniz mənə tanış gəldi ki, bu səsi mən harda seçmişəm. Rəfail deyəndə dəqiq bildim ki, bu Rəfail Hüseynov da ondan qabaq hətta Azərbaycan jurnalında sizin bir yazınız da çıxmışdı. Sonra bildim ki, siz onda hələ tələbə edirsiniz. Dediniz ki, əşi, buynuz kəndində bir gəncdən başqa bir epitetdə işlədirsiniz. Gənc bir, təzə bir şairdir. Naşı sözünü ya buna bənzər bir söz işlədirsiniz. Mən də çox bundan əsəbləşdim ki, ya bu nədir? Bu Musa Yaqub kimi bir nəhəngə gənc və naşır bir şairdir. Sonra yəni mən fikirləşdim ki, onda Musa müəllimin 31-32 yaşı var idi. Cəmi 2 kitabı çıxmışdı. Ondan sonra yəni indi verilişə qulaq asanlarda başqa fikir yaranmasın. Mən bilirəm ki, siz onunla çox yaxın dost oldunuz. Hətta gətirib sizin bu axşam görüşlərində də gözəl bir veriliş hazırladınız Musa müəllimlə.
Onda biz, mən sizi tanıdım, səsinizə görə tanıdım və sonrası da yenə deyirəm, o axşam görüşlərinin də bütün demək olar ki, nömrələrinə, bütün buraxılışlarının hamısına mən qulaq asmışam və bayaq gələndə yazılışdan qabaq sizə bir söz dedim, əgər nə vaxtsa bu verilişin Guinness-lərin rekordlar kitabına düşməsi versiyası ortaya çıxarsa, mən xahiş edirəm, məni də yaddan çıxartmayın ora, sizin bu axşam görüşləri verilişinin ən sədaqətli dinləyicisi kimi dəvət deyim, yaxud adımı yazdırmağı yaddan çıxarmayın. Mən isə dedim, mən orduda xidmət eləyəndə, Sovet ordusunda, Ukraynada, onda heç radioda tapmaq mümkündür bir şey. Mən balaca VF radiom var idi, İmran yanıma gələndə gətirmişdi. Orada qurdalayıb mən hər dəfə sizin o axşam görüşünə, axşam saat 21-də olurdu. Onda təkrarı zadı da olmurdu, elə bir dəfə verirdilər. Deməli, Tofiq Quliyev, Niyazi, biraz sonra artıq Bakıda olanda Musa Yaqubu xatırlayıram ki, verdiyi Sabir Rüstəmxanlığını, yüzlərlə gözəl şair yazıçıları, musiqiçiləri, onun özü, mən sizə deyim, bir məktəbdir. Yəni, o təkcə ora qulaq asmaqla mən muğamları, sonra şəxsiyyətləri, yəni bunları yaşadan insanlar haqqında məlumatlar, tarixçilər barədə, ədəbiyyatçılar barədə çox maraqlı, indi belə çıxmasın ki, mən gəlmişəm bura sizin verilişi tərifləməyə. Amma həqiqətən şəxsən mənim ədəbiyyat... Yox, elə axıracan tərifləməklə geçsə də pis olmaz. Ədəbi düşüncənin, nə bilim, musiqinin formalaşmasında, musiqi duyumunun formalaşmasında çox mənə böyük bir təsir elədi. Könlüm sənin əsirin, qəlbim sənindir yar, qəlbim sənindir. İnsaf eylə, xoş sözlə, məni gəldindir yar, məni gəldindir. Söylə nədir bu ədalar, bu iş və bu naz, gedər bir gün bu gözəllik sənə də qalmaz. Yalqızam, yalqız, yalqızam, yalqız, gəl mənim önətə, o da çalan vəfasız. Söylə nədir bu ədalar, bu iş və bu naz, gedər bir gün bu gözəllik sənə də qalmaz. İndi musiqi duyumunun formalaşması demişkən, indi Azərbaycanda da az-küç hərənin indi biraz şairlik qabiliyyəti var, biraz avazı var. İndi Qarabağlı olanın biraz da daha çoxdur, oxuya bilir filan. Ancaq indi bir var sadəcə oxumaq, bir var sadəcə elə şeir quraşdırmaq, amma bunun bir texnologiyası var, bunun bilik tərəfi də var da. Mən bildiyim dərəcədə məsələn, indi Simran muğamları oxuyur, muğamların şöbələrini bilir. İndi elə adam var ki, sən onun yanında çal yine mahur indi, onun yanında ifa elə yine çağırıya, bunların fərqini bilməyəcək. Bayat Şiraz məsələn, olsun rast, müəyyən şöbələr var, indi çox belə bariz şöbəsi var, onu bilərlər bəlkə də. Amma indi elə şöbələr var ki, bu sadə adam, naş adam, nabələd adam bunu bilməyəcək. Amma hətta xanəndələrin arasında, o təzə başlayanların arasında o şöbələri kifayət qədər bilməyənlər o qədər olub ki, və yenə də var. Amma Simran birincisi, o birisi bizim bir çox xanəndələrdən fərqli olaraq sözü bilir axı bu söz nədir? Sözü dürüst oxuyur, sözü duyaraq oxuyur, muğamatın qaydalarını bilərək
və muğamatın o içərisinə, quruluşuna bələd olaraq oxuyur. Və bu muğamata indi kənddə məsələn bilirəm ki, məsələn Musa müəllimin rəhmətliyin aşıq musiqisinə biraz rəğbəti çox idi. Düzdür, özü aşıq musiqisində bu Şirvan mahalı biraz o Mirzə Məhəmməd Həsəndən gələn xətdir və sonra da onu Mirzə Bilal da biraz davam elətdirib. Bu Şirvan mahalındakı aşıq musiqisinin biraz muğam qatışığı çoxdur, ona görə şirinliyi də artıb. Məsələn, Şirvan şikəstəsinə qulaq asır, onun içinə muğamı ki qatıblar, onun yandırıcılığı, insana təsiri biraz da artır. Bunları sadəcə belə, biri var həvəs, baxırsan o dağların gözəlliyinə, biraz da yemisən, içmisən, bulağın suyundan içmisən filan, həvəsin artır, başlayırsan oxumağa. Amma bilmək məsələsi var, bu hardan oldu bilmək? Deyim sizə Rəfail müəllim, dedim birinci, sizin verilişlərə qulaq asırdım, amma onu ilə bərabər mənim əmim, böyük əmim, gözəl tarbənd idi. Tarzən yox, tarbənd. Və təbiidir ki, tarbənd olduğu üçün tarzənliği də var idi. Tar da çalırdı. Muğamların hamısını demək olar ki, bilirdi, çalırdı. Amma onda mən hələ deyək ki, 2-ci, 3-cü sinifdə oxuyurdum, o qədər anlamırdım. Mənim yaxın qonşum, deməli, elə bil ki, balkonumuzdan o üzdə, o da gözəl nəfəs alətlərində, balaban, tütək, zurna çalırdı. Hətta o Bəyin Oğurlanması kinosunda da çəkilib o. O da xırdalığına qədər bilirdi bu muğamları və mən də qulaq asırdım. Kiçik yaşlarımdan 5-ci sinifdə mən artıq qarmon çalırdım özüm üçün. Düzdür, rəqsat çalırdım, belə şeylər. O da məcbur olub başlamışdım. Sonra deyərəm niyə görə məcbur oldum. Muğamın incəliklərini mənə Lahıcdan bir Dadaş adında rəngsaz var idi, rəngsaz. Lahıcılar ümumiyyətlə musiqini çox sevirlər, xüsusilə muğamı çox gözəl bilirlər. O bizim evdə gəldi, işləri dəvət elədi atam onu işləməyə. Yadıma gəlir, o hər bazar günü o məni göndərirdi ki, get Sadıq kişiyə ilə bizim monteur idi, generatorlar. Hələ kəndə işıq çəkilməmişdi, stasionar işıq yox idi. Amma nəhəng bir generator qoymuşlar. Saat 2-də mənə deyirdi ki, get ona deyən, pulunu mən verəcəm onun üçün bir araq, o da vuran idi, bu da vuran idi. Verəcəm, qoy o açsın, bir şeyə qulaq asaq, muğamat konsertinə qulaq asaq. İndi muğamat konsertinə bir var, siz demişdən oturub qulaq asasan, bir də var, bu başlayırdı muğamat. Deyək ki, məsələn, Rəhab və yaxud Çağırgah muğamı. Bu Çağırgah muğamını başlayan kimi bərdaşt elədi, gəldi, düşdü, mayesini oxuyanda indi mənə deyir, diqqətlə qulaq as, baba, qulaq as, indi balu kəbutar gələcək. Bu balu kəbutar, əvvəl sonra mənə izah elədi, balu kəbutar, göyərçin qanadları deməkdir, fars dilində. Sonra orada bir instrumental yer var. Hətta indi son dövrlərdə dəbə düşüb o instrumental yeri çalanda onu nağar ilə də müşahidə edirlər, qeyri-ali. Deyirdik, bax, buna bax, bunu Əhsən Dadaşov çalır. Bir dəfə Sabir Mirzəyevin təzə çıxdığı vaxtlar idi, 69-70-ci illər idi, çağırgaha çıxmışdı bunu. Bu elan eləyən kimi çağırgah mənə deyir ki, tez, bir dənə saat tap gəl. Zamanında da Sabirin çağırgahı çox məşhur idi. Çünki yəni o Qarabağdan çox adamlar çıxmışdı, zildə də oxumuşdular, eləmişdilər, amma bu tamam bir təzə hava gətirmişdi da. Deyir, saat gətir. Mən də indi deyirəm ki, bu saat özləsə bura bax, onun sekundametri də olsun, olacaq. Dedim, yaxşı, gördüm, neyse, qonşulardan zaten tapdım, gətirdim. Tut onu əlində. Sabir Mirzəyev oxudu, muğamın mayesini, bəstənigarı oxudu, sonra həsar oxumur o, bir keçdi müxalif təsnifinə, müxalif hissəsinə. Müxalif hissəsində bu Mənsuriyə keçmək üçün bir dənə zəngülə vurur. O zəngüləni başlayan kimi dedi, bas o sekundametri, bastım. Diqqətlə bax, 39 saniyə, 39 idi, 38 saniyə bu bir zəngülə vurdu keçiddə. Deməli, bunu
Nəysə oxudu, qurtardı. Mənə qutaran kimi qayıt dedi ki, sən indi Azərbaycanın muğamlarının içərisində ən uzun Zəngiruluya qulaq astın. Bunu yadında saxla. Əlamət görmədim. Könlümü pərvanə tək çox şəmə qurban etmişəm. Eşq bir divanəlikmiş dərdə. Eşq bir divanəlikmiş dərdə düşmüş könlümə. Eşqdən el çəkmədi 100 dəfə dərman etmişəm. Yaxud Yaqub Məmmədovun Mənsuriyəsi var idi. Oxuyurdu. Mən də indi Mənsuriyəni 100 adamın ifasında eşitmişəm bunu, bilirəm. Yəni oxumağa indi o qədər səsim olmasa da, amma qarmonda da çox. Sən bura diqqətlə fikir ver. İndi bax bu növbəti dəfə 3 dəqiqədən sonra bu bir qəribə şey oxuyacaq. Mənsuriyədə belə şeylər olmur. Ağsəggah oxudu Yaqub Məmmədov. Ağsəggah. Bunu biləsən ha, bu Ağsəggahdır. Belə bunları deməli atam da əsəbləşirdi ki, kişi sən ev qaldı burada bir aylıq işi deməli 6 aya əvəzində məni mən də indi bu dostlarımla zadla olanda oxuyanda mənə deyirlər ki, sən hardasan musiqi məktəbini qurtardın. Deyirəm hə. Dadaş kişinin adına olan Buynuz kənd orta məktəbi. Məsələ məktəbdir da. Bəs bu Nə qədər o incəliklərinə qədər ki, Zəngülə bax bu qədər olmalıdır. Bunu çox elədi, gözdən düşür. Çox dərindən bilirdi o rəhmətlik. Yəni o mənə bunları öyrətdi. Yaxşı idi. İndi bu onu demişkən, məsələ bundadır ki, dadaşlar olmasaydı xanəndələr də yaxşı oxuya bilmirdi axı. O Azərbaycan rayonlarındakı dadaşlar olmayıb. Orada elə xanəndə gəlib ki, mən hakiməm də burada yola verib. Ancaq o yerdəki dadaşlar olub özlərini yığışdırıblar. Məsələn, sən getmişsən indi Abşeronda xanəndə sən oxuyursan. Birincisi, Abşeronlular özləri də bir iş tərpəniblər, başqa bir üsulda başlayıb ənənə yaradıblar da. Bir toya çağırıblar bir neçə xanəndəni. Oturub orada Yaqub, onun böyründə oturub Hacbaba Hüseynov, onun böyründə Arif, o tərəfdə Canəli, bu tərəfdə təzə parlayan alim, o yanda Ağaxan. Hamısı bir-birindən belə əjdaha, bir-birindən güclü oxuyanlar və onların, bax, indi bunların içərisində bu sənətkar rəqabəti məsələsi də var axı. O oxuyubsa, bunu alqışlayıblarsa, bəs mən, bu mən, demək, o həm onların yaradıcılığına meydan açıb, amma digər tərəfdən bir dadaş oradan oturub, yaxud söhbət gedirsə Abşerondan tutalım bir hidayət oturub orada. Deyir ki, məsələn, Nişibi Fərazı sən oxumadın. O deyil. Yaxud sən onu, bu belə Nişibi Fəraz olmaz, sən elədin bunu. Bunu deyirdisə, lazım olanda bunun səsi də yanındaydı da. Başlayırdı öz oxumağa. Deyirdi, bunu belə oxu. Odur ki, bu məclisə girən adam özünü yığışdırırdı. Bilirdi ki, hansı rayonda, hansı bölgədə bu insanlar olublarsa və olub hamısında da olub. Hərəsində birində çox, birində az, amma hamısında olub. Və bunlar o zövqü, əsas odur zövqü, Ümumi Azərbaycan zövqün bunlar saxlayıblar səviyyədə. O muğamat konsertindən danışırsınız. Bütün Azərbaycan eyni saatda qulaq asır muğamat konsertinə. Demək, eyni muğamlarla və orada hər muğamı daxil eləmirdilər axı o fonda. O qızıl fonda kimi qəbul edirdi? Qızıl fonda qəbul edirdi, qulaq asırdı buna Seyid Şuşinsi, qulaq asırdı buna Əhməd Bakıxanov. Bu böyük sənətkarlar bunların kontrolündən, bunların süzgəcindən, nəzarətindən keçərək fonda salınırdı. Düz, sözü də düz oxunsun,
musiqi nöqteyi nəzərində də təmiz Azərbaycan dilində olsun. Burada İran filan boğazı olmasın. Ona görə ümumi zövq, ümumi muğam tərbiyəsi də yüksək idi. Ancaq həm də bunların dinləyənlərin hamısının ümumi zövqü məsələsi, ümumi səviyyəsinə əlavə tək-tək onların içərisində xanəndə olmayıb, amma ürəyi hərdən vadar edəndə oxumaq istəyən simranlar da meydana gəlirdi də. Bilən, duyan və oxumağı bacaran. Rəfail müəllim, deməli, mənim musiqini deyək ki, öz səviyyəmə uyğun olaraq, yəni öz savadıma uyğun olaraq öyrənməyim baxımından mənim bəxtim gətirmişdi. Şərait belə idi ki, birincisi mənim, deyəsən bunu sizə danışmışam, anama cehiz kimi mənim rəhmətlik babam patefon vermişdi, patefon. 49-cu ildə. O dövr üçün unikal bir şeydir. Arada atamla zarafat edirdi ki, nədir sən verirsən, bir cehizin zadında yox, sən o da deyirdi, nə təcrübə. Mamam da hazır cavab idi, yadına gəlir. O da deyirdi ki, ay kişi, bu bütün Şirvan zonasında yeganə patefondur sənin evində. Üstündə də bir 30-a yaxında şey var, val var. Get onları tapa bilərsən sən bir adamın evində. Onları mən bütün günü qoyurdum, qulaq asırdım. Xüsusilə bu Dadaşla söhbətdən sonra oturub qulaq asırdım. Onların bir hissəsi sonra məhv oldu, getdi. İndi mən onları hətta internetdə də tapa bilmirəm. Radionun qızıl fon, radioyla əməkdaşlıq eləyəndə də mən soruşdum orada uşaqlardan. Tapa bilmədim. Məsələn, bilmirəm siz xatırlayırsınız yoxsa yox. Həmən Əli Baba Məmmədovun rast dəstgahı var idi o uvalların birində. Nədən ol büyütü pərivəş dəxi bir bu yana gəlməz. Məgər ol xarabə evdən usanıb cəzana gəlməz. Başqa bir neçə rastı var Əli Baba Məmmədovun və yaxud Qulu Əsgərovun Qayatı Qacarı var. Unikal bir muğam parçasıdır o. Bu muğamın deməli bu cür bərdaşt heç kimdə görməmişəm. Bilsən gözəlim sən nə qədər sevgili cansan. Zülm eyləmə qoy söyləməsinlər can alan savan. Soldurma o gül cöhrəni aldanma rəqibə. Öz qədri bil ki nə qədrindir cavansan. Güldən də, çiçəkdən də, günəşdən də gözəlsən. Sən bağı məlahət yetirən sərvirə bağyan. Gördüm yenə gördüm yenə min nazilən biganıya baxdın. Çox şübhəyə saldın məni, bildim nigaran sağlayan. Gör bir nə gözəllikdə yetirmiş səni tavle. Həsrət çəkir aləm sənə, məşhur cahan sağlayan. Vah bu qədir səndəki var, eşq məhəbbət. Dünya qocalıb getsə, çətin sən qocalansan aman ay bedəd aman aman ay dad İnsan gərək Allaha yaxın olsun, yalnız adı ilə yox. Əməlləri ilə, gördüyü işlərlə və siz də bu gördüyünüz işlərin hamısı ilə, elmdə də, tədrisdə də, musiqidə də, şiirdə də, bu Allaha yaxınlığı, dəyərlərə yaxınlığı, düzlüyə, saflığa yaxınlığı həmişə yol yoldaşı olaraq seçmişsiniz və
Bütün bunların müqabilində insanın qazandığı balaca bir nöqtə var. O da nöqtənin adı zövqdir. Elə söz özü də balacadır. Zövq alırsan və bəzən gendən baxan bunu başa düşmür. Ola bilsin birinin zəngindir, milyardları var, o zənginliyi məhz milyardlarla, trilyonlarla fikirləşir. Amma zənginlik bir başqa şeydir. İnsanın içərisində dir olmağı. Məsələn, bu bizim bir başqa dostumuz vardı. O məclislərdə biz çox olmuşuq da. Bu Musa Yaqubun ətrafındakı məclislərin tərkibi də çox fərqli idi, dəyişən idi. Bizim bir jurnalist dostumuz vardı, Faiz Həmidov. Demək, Musa müəllimlə də dost idi. Bir dəfə məclislərindən birində oturmuşuq. Bu da Musanın ruhunu bilir axı. Və payıza yaxın bir məclisdir, payız vaxtıdır. Biz Kürdəmirdən bir-iki dənə dostlarımla biz gəldik. Musa Yaqub da, İsmail da bundan götürüb getdik, harasa bir yerə oturmuşuq. Və Faiz Həmidov da o zaman Kürdəmirdə qəzetin redaktoru işləyirdi. O Kürdəmirdə yox idi, onu götürə bilməmişdik, Bakıda idi. Bu da Bakıdan gəlməli idi İsmailliyə, buradan təzdən gəlməli idi Kürdəm. Gəlib o İsmailliyə çatıb ki, bu şeydir, deyiblər ki, biz buradayıq. Biz buradayıq, hələ bunu axtarmağımızdan xəbəri yoxdur. Soraq gəlib bir məclisi tapıb, axşamda hamı yeyib, içib artıq məclisin o müəyyən bir zirvəyə çatdığı vaxtı. Bu payızın axırıdır, biraz qışa yaxınlaşan dövrdür, havalar da biraz soyub eləyib falan. Birdən elə bir tonqal, bir alov girdi evin içərisində, bu oturduğumuz yerə, otağın içərisində. Bu da ayrı bir kabinetdə belə bir böyük yerdə oturmuşduq. Deməli, bu gedib hansısa bir ağacın, meşədən bir ağacı qopardıb, budağın. Payızdır, bu ağacın o yarpaqlar o dövrdə çox əcaib bir rəngdə olur, qeyri-adi bir rəngdə olur. Sarı, qırmızının elə çalarları var ki, o dünyanın heç bir rəssam yaradır. Birdən-birə otaqda hamı oturub sakitcə, bu da belə bu yeməkxananın otaqda yeməklər hamısı bir-birindən dadlı, gözəl, amma otağın içərisi çox belə saya, sadəcə elə bir rəngdə olan bir divar. Birdən-birə bu divarın içərisi, otağın içərisinə bir nəhəng ağacın bilgəkə bir budağını da saldı. Bütün içəri doldu, elə bir ki, böyük bir ağacın özü girdi içəri, bütün rəngləri ilə filanla. Musa başladı şeir deməyə. Musa müəllim o gün fasiləsiz 40 dəqiqə şeir deyib. Çünki o cür insanların içərisindəki zövqi, hissiyatı bu cür tərpətmək olardı. Çünki artıq o özü deyildi. Bu insanlar axı biraz anormal insanlardır. Bu şeiri də, bu şairi də, filosofu da ki Allahın xüsusi vergi verdiyi bizi kimi bilgi əsasında yazanlardan söhbət getmir. Söhbət o fitri, Allahın o vergi verdiyi. Biz vergi ödəyicisiyik. Onlar vergi alanlardılar və sizin də uşaqlıq illərinizdən payınızda belə insanlar düşüb, amma tək onlar insanlar mən bilirəm axı, o kəndi də tanıyıram, o kəndin sadə adamlarını da tanıyıram. O sadə adamlarının özünün də qeyri-sadə olduğundan xəbərdaram, davranışında, hərəkətində. Ona görə əvvəldə dediyimi bir də təkrarlayıram ki, siz xoşbəxt bir ömür yolu keçmişsiniz. Çünki bu ömrü dolduran gözəlliklər var. Və hər insan bir yaşın müəyyən hündürlüyündən, ömrün müəyyən həddindən keçmişə baxanda əgər sevinə bilirsə ki, mənim ömrümü bu cür gözəlliklər doldurur və həyat elə bundan ibarət imiş. O insan o anda xoşbəxt ola bilir və əslində elə xoşbəxtlik bu deməkdir. Bundan artıq deyil. Mən təşəkkür edirəm və sağlamlıq arzulayıram. Mən təşəkkür edirəm. Mən bunun fərqindəyəm ki, bu kifayət qədər söhbətimizin əvvəlində dedik ki, bu Ginnesin rekordlar kitabına gedəsi bir buraxılış verilişdir və burada mənim üçün şərait yaratdınız, çağırdınız, dəvət elədiniz. Bunu mən çox yüksək dəyərləndirirəm, məsuliyyətini də hiss edirəm və təşəkkür edirəm. Dağlar başı dumandır, aman Allah yar, yine dumandır. Ayrılığın ölümden mene yamandır yar, mene yamandır. Söyle nedir bu ədalar, bu iş və bu naz? Gedər bir gün bu gözəllik sənə də qalmaz. Yaldızam yaldız, yaldızam yaldız,
salan vəfasız. Söyle nedir bu edalar, bu iş ve bu naz? Gider bir gün bu güzellik senede kalmaz. Söyle nedir bu edalar, bu iş ve bu naz? Gider bir gün bu güzellik senede kalmaz. Neçə dost məclisi olub ki, qəfilcə Simran oxumağa başlayıb. Həmin anda orada xanəndə olubsa, sadəcə mat qalmayıb, yalnız bu oxuya valeh olmayıb, amma həm də biraz çəkinən kimi olub. Çünki Simranın muğamatın içərilərinə, şöbələrinə, guşələrinə, yüz cür xırdalıqlarına nə qədər dərindən bələd olduğunu əlbəttə ki, hiss eləyib. Təbii ki, o anda bunu da dərk eləyib ki, qarşısındakı bu həvəskar oxuyan ona muğamatdan dərs deyəcək səviyyədə biliklərə sahibdir. Ya həmin məclisdə tanınmış bir vokalçı olubsa, yerində dayana bilməyib, qalxıb, qoşulub Simrana, başlayıb onunla birgə oxumağa. Elə Simranın ürək döyüntülərini yaşadan hər şeiri də, bunları mütaliə edən hər kəsi o şeirlərə qoşulmağa, onlara qarışmağa səsləyir. Çünki o şeirlərin hər biri ürəklə, səmimiyyətlə doludur. Ürəklə dolu olana, səmimiyyətlə daşanasa qoşulmazlarmı? Hörmətli dinləyicilər, axşam görüşlərinin hüquqşünas alim, şair, müğənni Simran Həsənova həsr edilən buraxılışı sona çatır. Mən hamınıza uğurlar diləyirəm, salamat qalın. Verilişi Rəfail Hüseynov hazırlayıb.